Doktor, şəkəri tam kəsmək diabetdən qoruyur. Mif, diabet təkcə şəkər yeməklə yaranmır. Genetika, artıq çəki, qarın piyələnməsi, fiziki olaraq passivlik, yuxu pozğunluğu və insulin rezistentliyi də əsas risk faktorlarıdır. Şəkəri azaltmaq faydalıdır, amma yalnız şəkəri kəsmək diabetdən tam qorunmaq demək deyil. İnsulin yüksəkdirsə, mütləq diabetsən. Mif, yüksək insulin çox vaxt orqanizmin insulin rezistentliyini kompensasiya etməyə çalışdığının göstəricisidir. Amma hər yüksək insulin diabetə çevrilmir. Çəki azaldıqda, fiziki aktivlik artdıqca, həyat tərzi dəyişdikcə insulin səviyyəsi normallaşa bilər. Əsas qiymətləndirilən göstərici qanda şəkər və qlikogemoqlobindir. Şirniyyat yeməsən belə insulin rezistentliyi yaranır. Həqiqət, insulin rezistentliyi yalnız şokoladdan və ya şəkərdən yaranmır. Qarın piyələnməsi, genetik meylliliyimiz, fiziki passivlik, yuxu çatmamazlığı, polikistik ovarial sindrom, bəzi dərman preparatları da insulin rezistentliyinə səbəb ola bilər. Şəkərsiz məhsulları istədiyim qədər yeyə bilərəm. Mif, şəkərsiz yazılırsa bir qidanın üzərində, bu onun kalorisiz olduğu demək deyil. Bir çox şəkərsiz peçenyelər, şokoladlar, desertlərdə yağ və ümumi kalori çox yüksək olur. Yəni həddindən artıq qəbul edilərsə, yenə də çəkinin artmasına səbəb ola bilər. Etiketi oxumaq və şəkərsiz sözünü görəriksə aldanmaq olmaz. Ac qarnına şəkər normaldırsa, deməli diabet yoxdur. Mif, ac qarnına şəkər normal ola bilər. Amma glikogemoqlobin və ya qlukoza yükləmə testi artıq prediabeti və ya diabetin formalaşdığını göstərə bilər. Xüsusilə artıq çəki, ailədə diabet və ya hamiləlik diabeti keçirmiş insanlarda yalnız ac qarnına şəkərə baxmaq kifayət deyil.